isə ilin ixtirası nominasiyasıdır. Səhnə teleaparıcı Leyla Süleymanova dəvət olunur. Axşamınız xeyir olsun və növbəti şirkətimizi açıqlayıram. Beləliklə, Deməli, həyəcanlı dəqiqələr və Mətanət Aş şirkəti alqışlarınızla. Və əziz dostlar, hörmətli qonaqlar, mükafatı qəbul etmək üçün səhnəyə Mətanət Aş şirkətinin vitse-prezidenti cənab Fuad Bəşirov dəvət olunur. Axşamınız xeyir, hörmətli millət vəkilləri, hörmətli qonaqlar. Şirkətimizin rəhbərliyi adından təşkilat komitəsinə dərin təşəkkürümüzü bildirmək istəyirik ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarların nailiyyətləri, uğurları çox yüksək səviyyədə bu formada qeyd edilir. Mətanət Aş şirkəti kimi milli bir şirkət artıq dünya inşaat sənayesinə öz ixtiraları ilə töhfə verməkdədir. Və arzu edək ki, çiçəklənən dövlətimiz belə innovasiyalar və yeniliklər sayəsində daha da qüdrətlənsin, daha da möhkəmlənsin və belə mötəbər tədbirlərin təşkili daha da geniş vüsət alsın. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun. Çox təşəkkürlər. təbrik edirik bir daha.